Bakıda qadın ərini öldürərək yaşadığı evin həyətində bastırıb və üstünə gül əkib. Hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verib. Əldə etdiyimiz məlumata görə hadisə Komsomol dairəsinin 6-cı döngəsində qeydə alınıb. Təfərrüatları öyrənmək üçün qəsəbə sakinlərinə üst tutduq, lakin sakinlər hadisədən xəbərsiz olduqlarını bildirdilər. Hadisənin hansı səbəbdən baş verdiyi məlum olmasa da, qadın qətlin izini itirmək üçün ərini itkin kimi qələmə verib. Elmira İbrahimova əri Samirə tüfənglə güllələyib öldürdükdən sonra onu yaşadığı evin həyətində bastırıb. İzi itirmək məqsədi ilə ərinin məzarının üstünə gül çiçəyi əkib. Daha sonra isə qadın polisə yalan məlumat verərək ərinin itkin düşdüyünü bildirib. 1985-ci il təvəllüdlü Əliyev Samir Arifoğlunun itkin düşməsi ilə bağlı 2024-cü il dekabrın 24-də ailə üzvləri tərəfindən polisə müraciət edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən lentaza bildirilib ki, polis və prokurorluq əməkdaşlarının birgə keçirdikləri əməliyyat istintaq tədbirləri nəticəsində Samir Əliyevin 1986-cı il təvəllüdlü həyat yoldaşı İbrahimova Elmira Vidadi qızı tərəfindən ov silahı ilə qətlə yetirildiyi və meyitin yaşadığı evin həyətində bastırıldığı müəyyən edilib. Cinayət əməlinin törətməkdə şübhəli bilinən Elmira İbrahimova tutularaq istintaqa təhvil verilib. Faktla bağlı başlanmış cinayət işi üzrə istintaq davam etdirilir.